Necəsiz? Xoş gördüm hər birinizi. Mənim kefim yaxşıdır bugün. Çünki fərqli bir ev tapmışam sizlərə. Maraqlı bir qapıdır. İlk öncə sizlərə onu təqdim eləmək istədim. Şuvalandayıq. Şuvalanda daimi yaşaya biləcəyimiz bir yerdə məktəbin yaxınlığında tam mərkəzdə 4 yataq otağından ibarət olan 3 sotun içində yerləşən 240 kvadratlıq 410 min manat start dedim bu evin qiymətini. Ya Allah, videomuzu like eləyin, keşfete salın bu videonu, başladıq. Övladlarımız da rahatlıqla bu qapını aça bilər. Burada mətbəxin qarşısında hovuzu gözəl bir evdir. Burada ümumi sanitar qovşağı və yataq otağı. Gör pləkanın altını nə qəşəng yığıblar, maraqlı. Mənim qızlarım olsaydı onu sökmüşdülər yerini. Allah bütün balaları saxlasın, qalxdıq ikinci mərtəbəyə. Burada qardırobu, yuxarıda 3 dənə yataq otağı var. Keçək bir tanış olaq. Bu birinci yataq otağı. Videoya sona qədər baxın. Evin həyətini də sizlərə təqdim edəcəm. Bu ikinci yataq otağı, özünün balkonu. Burada sanitar qovşağı və evin sonuncu, dördüncü yataq otağı və özünün sanitar qovşağı. 2 dənə də balkonu var. Getdik aşağı. Gəl. Gəldik bir videomuzun daha sonuna. Sizlərə istədim sonda bir dənə həyətində təqdim edeyim. Gördüyünüz kimi əyləşmək üçün yeri 8 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində hovuzu və evin ətrafını tam dövrəmək mümkündür. Bu arada sizlərə bir şey deyim. Hər zaman dediyim kimi evlərinizi məndən belə alsaz, evlərinizi mütləq və mütləq yoxlatdırın. Videolarını, tikintinin videolarını, şəkillərini tələb edin. Sağ olun, özünüzdən müğayət olun. Görüşmək ümidiyle. Hələlik.